Salam değerli izleyiciler, hər vaxtınız xeyirli olsun. Uzun bir aradan sonra yenidən görüşürük və bu gün olduqca möhtəşəm xəbərlər var. Həm Azərbaycanı Avrokuboklarda təmsil edən 4 komandanın rəqibləri bəlli olur, həm də maraqlı rəsmi transfer xəbərləri var Qarabağ, Sabah və digər klublarımızdan. Sona qədər izləsəz bu və ya digər olduqca maraqlı məlumatları almış olacaqsınız. Düşünürəm ki, videonu bəyənməyə və şərhlər bölümündə fikirlərinizi yazmağa dəyər. Həmçinin dostlarınıza videomuzu və kanalımızı tövsiyə etməyinizi də rica edirəm. Mən isə zaman itirmədən bu məlumatlara keçid alacağam. Ondan öncə isə sizdən olduqca vacib xahişim var. Dəyərli izləyicilər, bildiyiniz kimi Xeyrəli balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas etmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Bizim bu dar günümüzdə bizi tək qoymayıb, dəstək olan hər kəsə öncədən təşəkkür edirəm. Ümid edirəm ki, birlikdə bacaracağıq. Hər birinizə minnətdaram. Mən isə vaxt itirmədən məlumatlara keçirəm. Dəyərli izləyicilər, bir qədər öncə qeyd etdiyim kimi, bugün püşkatma günüdür. Çempionlar Liqasında Sabahın, Avropa Liqasında Qarabağın, Konferans Liqasında isə Zirənin rəqibləri bəlli olacaq. Neftçi komandasının rəqibi isə Sabah bəlli olacaq. Dəyərli dostlar, Turan Tovuz komandası əslində bizi Konferans Liqasında təmsil etməli idi, lakin illər öncə baş vermiş hadisəyə görə Turan Tovuz komandası cəzalandırıldı. UEFA tərəfindən və baxmayaraq ki, Turan Tovuz komandası İdman Arbitraj Məhkəməsinə müraciət elədi. Məhkəmənin qərarı da bizim üçün üzücü oldu. Turan Tovuz komandası Avrokuboklara buraxılmadı. Belə olduqda Konferans Liqasında Neftçi ilə yanaşı Turan Tovuz yox, məhz Zirə komandası Azərbaycanı təmsil edəcək. Beləliklə, bir daha xatırladım ki, Azərbaycanın Çempionlar Liqasında Azərbaycanın çempionu olaraq Sabah komandası təmsil edir. Avropa Liqasında Azərbaycan çempionatının ikincisi olaraq Qarabağ komandası təmsil edir və Konferans Liqasında isə Neftçi və Zirə komandasının çıxışını izləyəcəyik bu mövsüm ərzində. Bəs komandalarımızın rəqibləri kimlərdir? İlk öncə bu barədə sizləri məlumatlandıracağım. Daha sonra transfer xəbərlərinə keçid alacağıq. Bəli, bugün saat 18:00-dan etibarən kanalımızda Çempionlar Liqasının püşkatması canlı yayımda sizlərə təqdim olunacaq və hal-hazırda Sabah komandasının rəqibi olacaq 7 komandanın da adı bəllidir. Belə ki, Sabah komandasının rəqibi hansı komandalar ola bilər? İrlandiyanın Shamrock Rovers komandası, Finlandiyanın Kups komandası, Cəbəl Tariqin Lincoln Red Imps komandası, Latviyanın Riga komandası, Estoniyanın Flora komandası, Şimali İrlandiyanın Larn komandası və Uelsin TNS komandası məhz Sabah komandasının birinci təsdivat mərhələsindəki rəqiblərindən ola bilər. Belə ki, bugün püşkatmada məlum olacaq ki, bu 7 komandanın hansı Sabah komandasının rəqibidir. Kanalımıza indidən abunə olun ki, axşam canlı yayımda izləyə biləsiniz və dərhal məlumat ala biləsiniz. Qarabağ komandasına gəldikdə isə Avropa Liqasında bilirsiniz iştirak edir. Burada qruplaşdırma aparılmayıb, çünki iştirakçı sayı azdır. Bu turnirdə çıxış edəcək Qarabağın mümkün rəqibləri bunlardır. Slovakiyanın Jilinə komandası, Serbiyanın Vojvodina komandası, Rumıniyanın Universitet Cluj komandası, Sloveniyanın Aluminium komandası, İrlandiyanın Derry City komandası və İslandiyanın Vestri komandası Qarabağın potensial rəqibidir. Bugün axşam saat 19:00-da Avropa Liqasının püşkatması başlayacaq və kanalımızda canlı yayımda sizlərə təqdim olunacaq və onda məlum olacaq ki, Qarabağın rəqibi bu 6 komandadan hansı olacaq? Yəni, bu komandalardan biri Qarabağın rəqibi olacaq birinci təsdiqat mərhələsində. Konferans Liqasında isə komandalar 5 qrupa bölünüblər. Zirə komandası birinci qrupda yer alıb və onun 5 mümkün rəqibi var. Bunlar Gürcüstanın Torpedo komandası, Bosniya Hersegovinanın
Veleş komandası Qazaxıstanın Yelimay, Albaniyanın Elbasani və Montenegronun Petrobat komandası məhz Zirə komandasının potensial rəqibləridir. Bu gün axşam saat 20:00-da Konferans Liqasının püşkatması start götürəcək ki, bu püşkatmanın nəticəsi bəlli olanda artıq bizə də məlum olacaq ki, Zirə komandasının rəqibi hansı komandadır. Qaldı ki, Neftçi komandasına. Neftçi komandası ikinci təsdiqat mərhələsindən Konferans Liqasına start verəcək deyə onların püşkatması sabah keçiriləcək və kanalımızda canlı yayında sizlərə təqdim olunacaq. Ekran aşağı hissəsində də Neftçinin mümkün 17 potensial rəqibini görürsünüz. 9 potensial rəqib isə bugünkü püşkatmadan sonra bəlli olacaq. Daha doğrusu birinci mərhələnin cütlükləri bəlli olacaq və o cütlüklərin qalibləri ikinci mərhələyə çıxacaqlar və Neftçi komandasının digər potensial rəqibləri siyahısına daxil olacaqlar dəyərli dostlar. Təbii ki, bugünkü püşkatmadan sonra Sabah Qarabağ və Zirənin, sabahki püşkatmadan sonra isə Neftçinin rəqibi bəlli olacaq. Ekranda da görürsünüz, sizcə bu komandaların hansı bizim komandalarımıza baş ağrı ola bilər? Fikirlərinizi şərhlər bölümündə mütləq yazın bu barədə dəyərli dostlar. Mən isə vaxt itirmədən sizə deməli transfer xəbərlərini də çatdırım. Bildiyiniz kimi Azərbaycanı Çempionlar Liqasında təmsil edən Sabah komandası da heyəti gücləndirməyə cəhd edir və heyətində icarə əsasında çıxış edən Patrik Orfe Mbina ilə müqavilə imzalanıb. Artıq Patrik Orfe Mbina Sabah komandasının futbolçusudur. Fevral ayından bu tərəfə Sabah komandasında top qovurdu icarə əsasında, 11 oyunda çıxış etmişdi, 3 qol vurmuşdu, 1 qolun vurulmasında qol ötürücü kimi çıxış eləmişdi və ümid edirəm ki, qarşıdakı 3 ildə də Sabah komandasına xeyli fayda vermiş ola biləcək bir futbolçudur. Qeyd edim ki, Maribor komandasına məxsus futbolçuydu və icarə əsasında Sabahda çıxış edirdi. Artıq 3 illik müqavilə bağlandı və artıq Sabaha məxsus futbolçudur. Keçən növbəti xəbərə bir neçə gün öncə sizlərə məlumat vermişdik və ilk öncə bu xəbəri sizin nəzərinizə məhz mən çatdırmışdım. Samuel Labota Qarabağ komandası bu futbolçunu artıq rəsmən transfer edib və bu futbolçu ilə 3 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu Qarabağ üçün nə qədər faydalı olacaq, bunu görəcəyik. Hər halda Samuel Labota daha öncə Famalicão, Besad və Tondela komandalarında forma geyinəndə özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Sizcə Qarabağda da özünü yaxşı tərəfdən göstərə bilərmi? Qeyd edim ki, futbolçunun 1,84 m boyu var, 24 yaşı var, Portuqaliya vətəndaşıdır, Portuqaliya doğumludur, Portuqaliya Maya şəhərində doğulub, sağ ayağı işləkdir, mərkəz yarım müdafiəçisidir və alternativ hücumçu kimi də çıxış edə bilir. Məncə Qarabağa lazımlı bir futbolçuydu. Qarabağda bu arada onu da sizin nəzərinizə çatdırım ki, gözlənilir ki, bu artıq 3-cü transferidir, rəsmiləşdi bu yay transfer pəncərəsində. Gözlənilir ki, 10-a yaxın transfer reallaşdırılsın ki, artıq 3 reallaşdırıldı. Bundan sonra 7 transferin başlayacağı gözlənilir. Bununla yanaşı Qarabağdan ayrılan futbolçular da olacaq. Məsələn, Aleksey Kaşuk, Kevin Medina üçün elçilər var və hal-hazırda danışıqlar gedir ki, bu futbolçular Qarabağdan ayrıla bilərlər. Amma Elvin Cəfərquliyev məsələsi də gündəmdədir. Qurban Qurbanov onun komandada qalıb davam etməsinə razılıq verib. Əgər Elvin Cəfərquliyev üçün yaxşı təklif Qarabağa gəlməsə, o Qarabağla hələ bir illikdə müqaviləsi var. Müqaviləsinin sonuna qədər Qarabağda top qovacaq. Amma digər tərəfdən də Elvin Cəfərquliyevin özünün məhz Qarabağa qayıtmamaq fikri var. Çünki o artıq Qarabağda özünü belə deyək, suda balıq kimi hiss etmir, narahat hiss edəcək. Onu yaxşı bilir. Ona görə də başqa komandaya, xüsusilə də Avropa klublarından birinə keçməyi düşünür. Türkiyə klublarından da təklif var, amma bu təklif elə olmalıdır ki, həm Qarabağı qane etsin təzminat baxımından, həm də maaş baxımından Elvin Cəfərquliyevi qane edə bilsin. Belə dəyərli dostlar, bax bu da bizim sizə çatdıracağımız transfer xəbərləridir. Dünya çempionatı da öz axarında davam edir. Bununla bağlı da ayrıca videolar paylaşacağıq. İndi vaxtınızı çox da almaq istəmirəm. Bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyənməmişsə bəyənin və şərhlər bölümündə fikirlərinizi yazmamışsa yazın. Dostlarınızla videomuzu paylaşın. Kanalımızı onlara tövsiyə edin ki, onlar da vaxtaşırı idman xəbərlərindən
xəbərdar ola bilsinlər. Mən isə ekranda gördüyünüz videolardan birini seçib izləməyi tövsiyə edirəm. Növbəti videoda görüşmək ümidi ilə hələlik.